Salam, hər vaxtınız xeyir olsun, dəyərli müdavimlər. Hər birinizi xoş gördük. Bu gün mən sizlər üçün qiymətləndirmə testlərinin ardının izahını təqdim edəcəm. Elə ilk olaraq 100 nömrəli testdən başlayaq. 100-ə qədər izahlarını YouTube kanalımızda yerləşdirmişəm. Burada deyilir ki, klasteri tamamlayın. Yazılıb qiymətləndirmə nəticələrindəki davamlılıq nəzərdə tutulur. Əgər qiymətləndirmə nəticələrindəki davamlılıqdan gedirsə söhbət, deməli, etibarlılığı axtarırıq biz. Etibarlılıq. Və əgər etibarlılıqdırsa, baxaq görək hansı düzgün olacaq. Tapşırıqların əvvəlcədən nəzərdə tutulan ölçməsi. Bu bilirik ki, uyğunluq prinsipidir. Ona görə də doğru olmayacaq. Şagirdin fərqli zamanlarda etdiyi eyni qiymətləndirmə tapşırıqları üzrə topladığı nəticənin maksimum oxşarlığı. Bu olacaqmı etibarlılıq prinsipi? Bəli, əlbəttə ki, olacaq. Elə etibarlıqdır. Çünki tapşırıqda olan nəticələr arasındakı və eyni tapşırıqlarda olan nəticələr arasındakı oxşarlıq elə etibarlılıq olacaq. Sinifdəki məzmun komponentləri arasındakı inteqrasiya imkanıdır ümumiyyətlə əlaqəsiz bir variantdır. Bunlar da yenə də əlaqəsiz variantlardır. Cavab B variantı. Sonra 101 nömrəli suala gəlin, baxaq. Yanlış fikri deyir, müəyyən edin. Aha. Deyir, müəllim meyar müəyyən edərkən onun məzmunla uyğunluq təşkil etməsə diqqət etməlidir. Bəli, meyar məzmunla uyğun olmalıdır. Bu fikir tamamilə doğrudur. B variantı. Müəllimi məlumatlandıran qiymətləndirmə vasitəsi olması diaqnostik və formativ qiymətləndirmə üçün ortaq cəhət hesab edilir. Bəli, hər ikisi müəllimi məlumatlandırır. Doğru yanaşmadır. Ümumi rubrikdən məqsədi eyni olan müxtəlif tapşırıqlarda istifadə etmək olar. Bəli, ümumi rubrik ilin əvvəlində hazırlanır və məqsədi eyni olan müxtəlif tapşırıqlarda istifadə edə bilərik. Bu da doğru bir fikirdir. Holistik rubrik şagirdin işini ümumi mühakimə əsasında qiymətləndirdiyi üçün onların fəaliyyəti haqqında etibarlı məlumat vermir. Yanlış fikir D variantıdır. Etibarlı məlumat vermir. Niyə? Yəni, analitik də, holistik də etibarlıdır. Sadəcə analitik daha detallıdır, holistik ümumidir. Onun ümumi olması bu demək deyil ki, etibarlı olmayacaq. Yanlış bir fikirdir. Ona görə cavab D. Bu da artıq doğru bir fikirdir. 102. Bir klasteri tamamlayın. Aha. Qiymətləndirmənin növlərindən biridir. Şagirdin mövcud vəziyyətini müəyyənləşdirməyə imkan verən ilkin qiymətləndirmə. Məlum məsələ söhbət gedir diaqnostik qiymətləndirmədən. Yəni, diaqnostika aid olan cavab hansıdır onu axtarırıq. Təlim prosesinin hər hansı bir aralıq mərhələsində aparılır. Bəli, diaqnostika ilə hər hansı bir aralıq mərhələdə aparılır. Məsələn, bölmənin əvvəli, yarım ilin əvvəli, ilin əvvəli müəyyən bir aralıq mərhələdir. Hətta bu cümlə diaqnostiklə summativin oxşar tərəfidir. Summativ də müəyyən aralıq mərhələlərdə aparılır, diaqnostik də. Mövzunun sonunda, bölmənin sonunda səhvdir. Yenə yarım ilin sonunda bunlar summativdir. Gündəlik təlim nəticəsi formativdir. Təlim nailiyyəti haqqında yekun məlumat summativdir. Cavab A. 103 nömrəli sual. Bir yanlış fikri müəyyənləşdirin. Gəlin, baxaq görək hansı fikir burada yanlış verilib. Aha. Bir formativ qiymətləndirmə zamanı təlim nəticəsində qarşıya qoyulmuş məqsəd yox, ümumi bacarıqlar ölçülür. Amma biz demişik ki, biz ümumi bacarıqları yox, spesifik olaraq konkret bilik və bacarıqları qiymətləndirməliyik. Əvvəlcədən nəyi hədəf qoymuşuq? Təlim nəticəmizdə verilən bilik və bacarıq hansıdır? Onu qiymətləndirməliyik. Yəni, ümumi yox, elə bu qarşıya qoyulan məqsəd qiymətləndirməlidir və spesifik. Cavab B variantı. Digərləri hamısı doğru fikirlərdir. Müşahidəyə aid olmayan bəndi seçin. Baxın, D bəndi. Yanlış istəyir, hamısı doğrudur. Bunları əsaslandırmamıza ehtiyac yoxdur. D-də deyir, summativ qiymətləndirmə prosesində müşahidə əsasında əlaqə qurula bilər. Summativ qiymətləndirmə prosesində müşahidə əsasında qiymətləndirmə olmur. Bu formativdədir. Ümumiyyətlə, müşahidə əsasında qiymətləndirmə formativdə öyrənmişik biz.
Formal və ya qeyri-formal müşahidə. Summativdə isə biz müşahidəmiz nəticəsində qiymətləndirmə apara bilmərik. Niyə? Çünki o rəsmi qiymətləndirmədir. Sadəcə müşahidəmizə əsaslanmır. Rəsmi qiymətləndirmə konkret bal üzrə aparılır. Şagirdə tapşırıq verilir və buna əsasən onun nailiyyəti ölçülür. Ona görə də summativdə əks əlaqə yanlışdır bu formada. Summativdə əks əlaqənin necə olduğunu da izah eləmişəm sizə, bəlkə də bir 10 dəfə. Onu da yəqin ki bilirsiniz artıq. Rubrikə aid olan fikirlərdən hansı doğru deyil? Formativdə istifadə olunur, düzdür. Qarşılıq qiymət. Burada deyir ki, baxın, şagirdlərin qarşılıqlı qiymətləndirməsi vasitəsi kimi istifadə edilmir. Amma edilir. Yəni rubrik həm də yoldaş qiymətləndirilməsində və ya özünü qiymətləndirmədə istifadə oluna bilər. Onsuz da bu bir cədvəldir, qiymətləndirmə cədvəlidir. Mən onu özünü qiymətləndirmədə də, yoldaş qiymətləndirməsində də rahatlıqla şagirdə verə bilərəm. Buna görə də cavab elə B bəndi olacaq. Edilmir yox, edilir yazılmalı idi. 106. Bir yanlış fikri müəyyənləşdirin. Gəlin baxaq görək hansı fikir yanlışdır. Deyir ki, qiymətləndirmə, səmərəli öyrətmə və öyrənmə prosesinin əsas elementlərindən biridir. Bəli, doğrudur. Qələmi açmamışam. Doğrudur. Sonra, müasir pedaqogikada qiymətləndirmə şagird haqqında məlumat toplamaq kimi izah edilir. Bu da doğrudur. Refleksiya artıq başa çatmış prosesin şuurda inikasıdır. Refleksiyası aparılan dərs yarımçıq hesab edilir. Bu da doğrudur. Summativ olmasa kəmiyyətlə qiymətləndirmə olmaz. Bu da düzdür. Summativdən başqa heç bir qiymətləndirmədə kəmiyyət yoxdur. 100 bal. 100 ballı şkala yalnız summativdədir. Cavab C variantıdır. Yanlış olan. Bir əldə edilmiş bilik bacarığın möhkəmləndirilməsi üçün daha çox sərbəst işlərin keçirilməsi məqsədə uyğun hesab edilir. Ümumiyyətlə, biz qiymətləndirmədən danışırıqsa, qiymətləndirmə prosesindən. Burada konkret bilik və bacarıqlar üzrə şagirdin nailiyyətini qiymətləndiririk. Daha çox sərbəst işlərin aparılması onların gündəlik inkişafında, nə bilim, həyatla inteqrasiyada, real həyatı bacarıqlarda yaxşıdır. Amma qiymətləndirmədən danışırıqsa, əlbəttə ki, daha çox sərbəst işlər yox. Burada konkret bilik və bacarıqları ölçən üsullardan, texnikalardan istifadə etməyimiz daha məqsədə uyğundur. Bu hissə yanlış olacaq. 107. Bir hansı diaqnostik qiymətləndirmənin məqsədlərindən birini göstərir? Aha. Qrup şəklində hər bir şagird biliyini üzə çıxarmaq, diaqnostik bilik üzə çıxarmaq üçün deyil. Təhsil sistemində inkişaf prosesini yönləndirmək. Ümumi təhsil sistemindən danışır, biraz qaranlıqdır, qalsın bu. Şagirdin dəstənkənar məşğələşmə fəaliyyətini idarə etmək əlaqəsizdir. Müəllimin təlim fəaliyyətində hansı metoddan səcəni müəyyənləşdirmək? Bəli, cavab D variantı. Müəllimin təlim fəaliyyətində hansı metoddan istifadə edəcəyini müəyyənləşdirmək. Bu daha dolğun cavabdır. Çünki diaqnostik aparanda demişdim sizə, müəllim şagirdin kimlik bacarığını üzə çıxarır və ona əsasən planın qurur ki, mən bu uşaqlara hansı üsuldan istifadə eləsəm daha yaxşı nəticə verir. Ona görə D. Şagirdin təlim nailiyyətini müəyyənləşdirməkdəki summativdədir. Təlim nailiyyətini biz yalnız ölçərək qiymətləndirə bilərik. Bu da bayaq dediyim kimi təhsil sistemindədir inkişaf prosesini yönləndirmək. Təhsil sistemi deməyək, şagirdlərin dərs prosesində inkişafını yönətməkdir. Çünki diaqnostik sinif üçün aparılır. O da ümumi təhsil sistemini yönləndirə bilməyəcək. Haradasa təsir edə bilər, amma yönləndirəcək yanlış bir fikirdir. Cavab D variantı. Hansı hallarda qiymətləndirmə şagird nailiyyətinə müsbət təsir etmir? Aha. Şagirdlərə fəaliyyətləri barədə düzgün istiqamət verdikdə, verirəmsə niyə də müsbət təsir etməsin? Öyrənmək üçün aydın standartlar müəyyənləşdirdikdə, aydın standart varsa niyə də olmasın? Şagirdin təlim fəaliyyətinin inkişafı davamlı aparılarsa, davamlı üzülürəmsə, əlbəttə ki, müsbət təsir edər. Şagirdin istəklərini qarşılamaq naminə, bu yanlış bir fikirdir. Şagirdin istəyini qarşılamaq naminə təlim tənzimlənmir.
Qiymətləndirmə ümumiyyətlə konkret biliş və bacarıqları ölçür. Şagirdin nəyi əldə etdiyini, hansı səviyyədə olduğunu, necə inkişaf edə biləcəyini və s. Burada da şagird nəzərə almaqla biz şagirdlərin maraq tələbatını nəzərə ala bilərik. Marağın tələbatını. Amma şagird qarşılamaq naminə təlimi təşkil edə bilmirik biz. Şagirdin Allah bilir nə istəkləri var. Ona görə də yanlışdır. Formativ qiymətləndirmə meyarları təlim nəticəsinə uyğunlaşdırıldıqda bu da müsbət nəticə verər. Heç olmasa buraya yazsaydılar ki, şagirdin təhsil tələbatının ödənilməsi doğru olardı. Şagirdin təhsildə istəyi harasa doğru olardı. Şagirdin istəyi, uşaq Amerikaya getmək istəyir. Necə eləyim mən? 109. Klasteri tamamlayın. Qiymətləndirmə növlərindən biridir. Müəllimə yeni mövzunun təqdim edilməsi nədən başlamalı olduğunu. Əlbəttə ki, ilkin qiymətləndirmədə nədən başlamalısan? Sənə bunu ilkin qiymətləndirmə göstərə bilər. Mütəmadi aparılan formativdir, yanlışdır. Biz diaqnostik axtarırıq. Diaqnostik. Çünki bayaq dediyim kimi, qəşəng yazdım bura. Hər bölmə və mövzu sonu summativ. Bölmə və bəs yarım il sonu summativ, yəni də deyə son görəndə summativ götür. Tədris resurslarında nəzərdə tutmuş hər bölmənin əvvəlində. Əvvəlində aparırsa bu diaqnostikdir, cavab D variantı. Təhsil səviyyələrinin sonu. Bu isə yekun qiymətləndirir ümumiyyətlə. Yekun qiymətləndirmədir. 10. Hansı qiymətləndirmə növü müəllim üçün dərsi effektiv şəkildə planlaşdırmağa? Bayaq dedik. Diaqnostik. Burada. Diaqnostik qiymətləndirmə. Tədrisi planlaşdırmaq diaqnostikin nəticəsində bir çox hallarda mümkün olur. Çünki sən ilkin bilik bacarığı müəyyənləşdirib onun üzərindən qurursan dərsini. Uyğunluğu müəyyən edin. Motiv edici rəy şagirdləri emosional olaraq dəstəkləməyə xidmət edir. Bəli, düzdür. Biz demişdik ki, bunu qarışdırmırıq nə ilə? Emosional rəylə. Motiv edici rəy emosiyanı dəstəkləyir, amma emosional rəy hesab olunmur. Düzgün rəydir, yəni motiv edici rəy. Məzmun haqqında əks əlaqə şagirdin yerinə yetirdiyi tapşırığın məzmununa yönəlir. Düzdür, yəni. Məzmun haqqındadırsa məzmuna yönələcək. Deməli, cavab elə 1-2. Y bəndi. Rəy şagirdi dərsin əvvəlində qoymuş hədəfə çatdırmağa xidmət edir. Düzdür, yanlışın hatta deyə silirik. Hər hansı bölmənin sonunda yekunlaşdırıcı əks əlaqə qurmaq olar. Düzdür, summativ əks əlaqə deyəcəyik biz buna. Cavab 1-2. 112-də deyir, uyğunluğu müəyyən edin. Formal və qeyri-formal müşahidəni yazırıq. Deyir, qiymətləndirmə vərəqi olmadan spontan aparılır. Gəlin, arxadan əvvələ gedək bu dəfədə. Nə olacaq ki? C vərəqi qeyri-formal. Şagirdin fəaliyyətini strukturlaşdırılmış formada müşahidə etməyə şərait et. Strukturlaşdırılmış deyirsə, formaldır da, və əvvəlcədən planlaşdırılıbdır. B variantını bura yazırıq. Formalmış. Bir də A qaldı. Ümumiləşdirici dərslər zamanı aparılması məqsədə uyğundur. Ümumiləşdirici dərslər, bu da elə formal müşahidə. Yəni, buna da A yazaq. Olsun A, B, C. Yəni, D variantı. 1 A, B, 2 C. Bu qədər. Sonra 13. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə summativ ilə formativin hərəsinin öz xüsusiyyətini yazacağıq. Fərqli tərəflərdir çünki. Məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. İzləyirsə formativdir. Hələ izləmək formativdədir. 2-yə yazırıq A. Məzmun standartlarının mənimsənilməsi ilə bağlı əldə etdiyi nailiyyətlərin müəyyən olunması. Artıq məzmun standartdakı nailiyyəti müəyyənləşdirirsə summativdir. 1B. Fəaliyyəti izləyirsə formativdir, nailiyyəti müəyyənləşdirirsə summativ. Müəyyən olunmuş bir vaxtda aparılır. C variantı müəyyən olunmuş vaxtda summativi əvvəlcə müəyyənləşdirik vaxtın. Dərs boyu aparılır formativ. B, C, A, D. Yəni A variantı. Yəni bu variant nə deməkdir? C. Summativi biz müəyyən olunmuş vaxtda aparırıq. Məsələn deyirəm bölmənin sonu, yarım ilin sonu, ilin sonu. Amma formativi hər gün aparırıq. Orada xüsusi bir vaxt yoxdur, hər gün. Bu qiymətləndirmə şagirdin yarımillik qiymətlərini müəyyənləşdirir. Əlbəttə ki, yarımillik qiymət summativdir təbii ki. Summativdə yarımillik qiymət müəyyənləşə bilər. Formativ, diaqnostik, holistik, analitik bunlar yox. 115. Sizə bu suallar çox asandır, yəni.
Məncə 115. Deyir ya, rubrik haqqında yanlış fikri neyinin? Seçin. Baxaq görək yanlış fikir hansıdır? Qiymətləndirmə zamanı ümumi bacarıqlara yönəlmişdir. İstifadə daha səmərəlidir. Elə yanlış bu olacaq. Ümumi bacarıq yox, spesifik bacarıqlar olmalıdır. Yəni niyə ümumi bacarıqlar olsun ki? Şagird fəaliyyətin qiymətləndirməkdir, düzdür. Dərsin məqsədinə çatıb çatmadığını həm də qrup işini qiymətləndirə bilərik, bu da doğrudur. 3 hissəsi var, bəli, doğrudur. Əlbəttə ki, bacarığı və ya tapşırıq meyarı nəzərə almalıdır, bu da doğrudur. Cavab A bəndi. Ümumi bacarıq yox, spesifik olmalıdır bacarıqlar. Konkret olaraq nəyi qiymətləndiririk? Bunu bilməliyik. Deyir, izahlara görə anlayışları müəyyənləşdirin. Şagirdlərdə nəyin qiymətləndiriləcəyi müəyyənləşdirilir. Nəyi qiymətləndirəcək? Bu meyardır. Meyarların necə və hansı səviyyədə qiymətləndiriləcəyi, keyfiyyət səviyyəsi, rubrikin 3 hissəsini uyğunlaşdırırıq. Şagird özünün nailiyyəti barədə aydın təsəvvürə malik olur. O da meyarlara müvafiq keyfiyyət səviyyəsini təsviri ilə A bəndi. Meyar, keyfiyyət səviyyəsi, meyara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Ardıcıllıq elə burada da ardıcıllığı eyni veriblər. Çox asan A bəndi çıxır cavabımız. Rubriklə bağlı yanlış fikri müəyyənləşdirin. Deyir ki, rubriklərdən şagirdin özünü qiymətləndirilməsi və yoldaş qiymətləndirilməsində istifadə etmək olar. Bayaq dedim, izah elədim, olar. Rubrik şagirdlərə vaxtlı və lazımlı rəy verilməsinə şərait yaradır. Düzdür. Təlim prosesinə bərabərlik və ədalətlilik gətirir. Bu da düzdür. Rubrikin meyarları şagirdlərdə əsasən yaradıcı düşüncəni inkişaf etdirir. Məncə yox. D. Rubriklərlə özünü qiymətləndirmənin aparılması şagirddə metakognitiv biliyin formalaşmasını dəstəkləyir. Düzdür. Rubrik daha çox özünü qiymətləndirmə və yoldaş qiymətləndirilməsidir. Burada da yaradıcı yanaşma yoxdur. Yəni yaradıcı düşüncəni inkişaf etdirmir. Əksinə, məntiqi və tənqidi, ən çox da tənqidi təfəkkürü inkişaf etdirir. Yaradıcılığın rubriklə bir əlaqəsi yoxdur. Ona görə deyil. 118. Deyir, xüsusiyyətlər hansı bənddə doğrudur? Şagirdin bilik və bacarıqları haqqında ümumi şəkildə və tez. Ümumi, tez məlumat verən holistik. Elə A bəndi olacaq cavabımız. Bütün meyarlar eyni anda tətbiq edilir. Ümumi, tez məlumat verən, eyni anda tətbiq edilən ilə holistik rubrikdir A bəndi. Diaqnostik qiymətləndirmə. Qiymətləndirmənin məqsədi. Hansı bənddə yanlış verilmişdir? Şagirdin təlim fəaliyyətini izləməyə və inkişafa xidmət edir. İzləmə, inkişaf formativdədir, diaqnostikdə yox. Digərləri hamısı aiddir. Bölmənin əvvəli doğrudur, sinifin dəyişəndə uşaq doğrudur, illik planlaşma, dəyişiklik etmək olar doğrudur, diferensial təlimə də şərait yaradır, doğrudur, hamısını demişəm sizə. Söz birləşmələrinə aid tapşırıqların çoxunu düzgün yazmısan. Səhv etdiklərini isə qeyri-təyinli söz birləşmə ilə bağlıdır. Mövzunu oxuduqdan sonra tapşırığı yenidən yazarsan. Müsbət tərəfindədir, səhvindədir, yol göstərdi, irəli apardı. Rəy ilə bağlı yanlış fikir. Əgər rəy doğrudursa, deməli gələcəyə yönəlib. Şagirdin gördüyü işi əks etdirir. İdraki fəaliyyətə yönəlikdir. Şagird səhvini diqqətə çatdırır. Amma keçmişə yönəlik deyil. Yəni, rəy düzgün rəydirsə, müsbət xüsusiyyətlərin hamısını silirik. Konstruktiv rəyin xüsusiyyətlərin. Yerdə qalır bir də mənfi xüsusiyyət. Onu da cavab kimi götürürük ki, bu rəy düzgün rəydir. Keçmişə yönəlik ola bilməz. Keçmişə yönəlik olsa deyərdi ki, gərək bunu diqqətli işləyərdin keçmişdə. Buna görə yanlışdır. Yanlışdırsa biz də yanlış götürürük. Ona doğru deyə bilmərik. Hansı rəy effektiv deyil? Afərin, ağıl dəryasısan, uzaqdan görəndə adama gəl deyir variantı. Hər zaman bütün tapşırıqları düzgün yerinə yetirirsən. Yəni, belə bir rəy vermək uşağa o deməkdir ki, pisiyo da sən əlasan, ged otur, yat, dincəl ancaq, dərs oxuma. Cavab A bəndidir. D bəndi üzr istəyirəm. Digərlərin hamısı doğru rəylərdir. Sonra 122. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin deyir. Deyir, biz də müəyyənləşdirək də yəni. Nə qaracaq ki?
Qiymətləndirmə meyarları şagirdlərə dərsin əvvəlində elan edilməlidir ki, effektiv olsun. Bəli, mən sizə demişdim, 1 dərsin təlim nəticəsi, 2 qiymətləndirmə meyarları şagirdlərə əvvəlcədən elan olunmalıdır. Diaqnostik qiymətləndirmə zamanı şifahi üsullardan yaradıcılıq və əl işlərindən istifadə doğru deyil. Xeyr, həm şifahi, həm də yazılı ola bilər. Doğrudur, ola bilər. Yanlış fikirdirsə silirik. Qiymətləndirmə nəticəsində əldə edilən informasiya yalnız ilin sonunda şagirdin qiymətləndirməsi kömək edir. Yanlışdır. Qiymətləndirmə yalnız ilin sonu yox. Bütün il boyu bizə köməklik göstərirsə cavabımız 3. 1 və 3, yəni C bəndi. Dərs boyu aparılan müşahidə şagirdlərin təlim ehtiyaclarını və fəaliyyətlərini dəyərləndirmə imkan yaradır. Düzdür, bəli, müşahidənin elə məqsədi budur. Düzdürsə silirik ki, sən niyə yanlışın altında oturmuşsan? Düzsən, get düz tərəfə. Sildim bunu. Dedim, sən uyğunsuzsan. Cavab 1-3. Hansı fikir doğrudur? Aha, hamısı səhv deməli, biri doğrudur. Gəlin axtaraq, niyə digərləri hamısı səhvdir? Formativ qiymətləndirmə şagirdin təlim nailiyyətinin müəyyənləşdirilməsinə. Təlim nailiyyətinin müəyyənləşdirilməsi summativdir. Nailiyyətə gedən yoldur formativ. Nailiyyəti müəyyənləşdirmir, səhvdir. Doğrunu axtarırıq biz. Qiymətləndirmə meyarları ümumi bacarığa yönəldiyindən təlim nəticələri uyğunlaşdırılmaya bilər. Xeyr, hər zaman qiymətləndirmə meyarı hər zaman təlim nəticəsinə uyğun olmalıdır. Qiymətləndirmə meyarı təlim nəticəsinə görə yazılır. Səhv fikirdir. Təlim fəaliyyəti şagirdin təlim nəticəsi çatması üçün addımların, tapşırıqların müəyyənləşdirilməsidir. Düzdür, bəli, C bəli. Təlim fəaliyyəti nəticəyə çatmaq üçün addımlar, tapşırıqların müəyyənləşdirilməsində fəaliyyəti qururuq. D-də deyir, şagirdə belə səlahiyyət destruktiv də ola bilər. Ola bilməz. Ola bilər yox, ola bilməz. Konstruktiv olmalıdır. Formativ qiymətləndirmədə verilən rəyin zamanı yox, spesifikliyi vacibdir. Həm zamanı, həm də spesifikliyi vacibdir. Bu da yanlışdır. Cavab C bəndi. Müəllim şagirdin yazısını yoxlayan zaman onun orfoqrafik səhvlərə yol verdiyini görür. Səhvlər daha çox deyilişi ilə yazılışı fərqlənən sözlərlə bağlıdır. Bir müəllimin verdiyi hansı rəy şagirdin problemini aradan qaldırmağa kömək edəcək? Yazında orfoqrafik səhvlərin çoxdur. Daha çox çalışsan müvafiq problemi aradan qaldıra bilərsən. Baxın, rəy ümumidir. Necə çalışsan, yolun göstərtmədi, səhvdir. Orfoqrafik səhvlərin çoxu olması diqqətsizlik ilə bağlıdır. Bundan sonra yazı yazan zaman diqqətli olmalısan. Yenə konkret spesifik yolu yoxdur, səhvdir. Yazı zamanı orfoqrafik səhvləri minimuma endirmək üçün orfoqrafiya lüğətindən istifadə problemi həll edə bilərsən. Gözəl. İlə cavab C bəndi. Yəni ona yol göstərir. Problemin aradan qaldırmaq üçün bu rəyi verə bilər. Yazını yazmamışdan əvvəl bütün keçilən qaydaları təkrarlasan, problemdən qaldıra bilərsən. Söhbət onun yazılışı ilə deyilişi fərqlənən sözlərdədir. Bütün qaydalar onu uşağı çox yorar. Spesifik rəy vermədi burada müəllim. Ümumi rəy verdi. Konkret vurğulamalı idi. Burada konkretdir, baxın. Səhv yazdığınız sözlərin düzgün formasını dəftərində qeyd etmişəm. Səhvdir, müəllim qeyd etməməli idi onu dəftərdə. Özü şagird özü müəyyənləşdirməlidir. Buna görə də cavab ilə C bəndi olacaq. Sonra baxaq digər sualımıza. Verilənlərdən biri böyük summativ qiymətləndirmə xüsusiyyəti deyil. Aha. Baxın, ardıcıl 2 dənə sualdır, ikisinin də cavabı oxşardır. Aid deyil deyir burada. Götürəcək aid olmayanı C bəndi. Keçiriləcəyi tarix haqqında məlumat tədris ilinin 1-ci həftəsi ərzində verilir. Tədris ilinin 1-ci həftəsində verilən o KSG falan ola bilər. BSG haqqında belə bir məlumat olmur. Ona görə yanlışdır. Bu BSG-yə aid deyil. Digərləri hamısı aiddir BSG-yə. Hamısı kitaba baxsaz kitab cümlələridir. 126-da da məncə eyni ilə eyni şeydir. Burada deyir ki, kiçik summativə aiddir, aiddir. Eyni cavabı verib. Keçiriləcəyi tarix haqqında məlumat tədrisinin 1-ci həftəsi ərzində verilir. Yəni orada BSG-yə aid olmayanı seçilir, burada KSG-yə aid olanı seçilir, kiçik summativə. Belə cavab C yenə də. Aydındır. Bu, yəni KSG-nin xüsusiyyətidir, BSG-nin yox. 127 göz bir daşla nədir? 2 sualı vurduq. Hansı rəy effektiv şəkildə verilməmişdir?
Aha, görək hansı? Yenə də deyir, afərin, zəkalı olduğun üçün sözləri ismin hallarına görə düzgün dəyişdirirsən. Zəkalı olduğun üçün yox. Afərin, getmisən o qədər zulüm zillət çəkmisən. Yəni əziyyət çəkmisən. Qaydalar öyrənmisən, nümunələr işləmisən, nə bilim, tapşırıqları vaxtında yerinə yetirmisən. Əziyyətinə, insan əziyyətinə dəyər verilməlidir. Zəkalı olduğun üçün yox. Ona görə səhvdir. Zəkalı olduğun üçün deyərsən, deyəcək da mən zəkalıyam. Bu qədər. Daha oxumağıma ehtiyac yoxdur, əziyyət çəkməmə ehtiyac yoxdur. Və zəkalı görünməsə müəllimin gözündə qapalı düşüncəyə düşəcək. Ona görə tapşırıqları həll etməyə can atmayacaq. Çətin tapşırıqlardan qaçacaq uşaq. Ki birdən zəkalı görsənmərəm müəllimin gözündə. Ay aman, dünya dağlar. Deyir, hansı fikir doğrudur? Baxaq. Summativ qiymətləndirmədə müşahidi üsulundan istifadə etmək olar. Yox. Müşahidədə olmaz. Bu gün də olmaz. Summativin qaydası deyil çünki formativə aiddir. Deyir, həm qeyri-formal, həm də formal müşahidənin qeydiyyatının aparılması məqsədə uyğundur. Bəli, həm formal, həm qeyri-formal. Ümumiyyətlə, müşahidə aparıramsa, onun qeydiyyatının aparılmasının yaxşıdır, məqsədə uyğundur. Cavab B. Qeyri-formal müşahidə nəticəsində əldə olunan informasiya etibarlı deyil. Etibarlıdır. Niyə də olmasın ki? Etibarlı deyilsə, kitabda niyə yazır ki, ondan da apara bilərsiniz? Səhvdir. Xoşum gəlir də səhv çıxardanda variantları. Deyir, formal müşahidənin aparılacağı meyarlar ilin əvvəlində müəyyənləşdirilir. Formal müşahidə ilin əvvəlində yox. Maksimum həftənin əvvəlində müəyyənləşdirirəm ki, növbəti həftə hansı uşaqları müşahidə edəcəm. Çünki bu davamlı aparılmalıdır. İlin əvvəlində mən nə bilim ki, misal üçün sentyabrda, fevralda kimi müşahidə edəcəm. Baxacam ki, hansı uşaqların müşahidəsinə ehtiyac var. Onları müşahidə aparacam. Yanlışdır. Konstruktiv rəydə şagirdin emosional vəziyyəti əks olunmalıdır. Yox. Emosional yox. Fəaliyyəti əks olunmalıdır. Emosional vəziyyəti yox. Yəni yanlışdır bu da. Cavab B. 129. Rubriklə bağlı hansı fikir yanlışdır? Ümumi və tapşırığa əsasları ola bilər. Düzdür. Ümumi rubriklərdən müxtəlif zamanda istifadə oluna bilər. Bu da düzdür. Analitik rubrikin meyarları, baxın, tapşırığa əsaslanandan deyir, daha dəqiq olur. Xeyr, tapşırığa əsaslanan hamısından daha dəqiqdir. Çünki o konkret tapşırıqla bağlıdır. Analitik rubrik bir neçə dərsi də əhatə edə bilər. Geniş aparılır axı. Ona görə ən detallı, ən daha doğrusu, daha dəqiq olanı tapşırığa əsaslanan rubrikdir bunların içərisində. Tapşırığı etməmişdən qabaq şagirdlərin rubrik meyarlarla tanış etmək lazımdır. Bəli, meyarlar əvvəlcən deyilir. Rubriklərdə əvvəlcədən müəyyənləşdirilmiş meyarlar dəyişdirmək mümkündür. Bəli, dəyişə bilərik. Əgər ki, uğurlu deyilsə, dəyişə bilərik. Mümkündür, yəni. 130. Summativ qiymətləndirmə haqqında fikirlərdən hansı yanlışdır? Summativdə şagirdlərin təlim nailiyyətləri tapşırıq vermə üsulundan istifadə edilərək yoxlanıla bilər. Ümumi rubriklərin meyarları məqsədə uyğun olaraq müxtəlif zamanda istifadə olunur. Baxın, C yanlışdır, bizdən yanlış istəyir. Deyir, summativ qiymətləndirmənin nəticəsini müşahidəyə əsaslanmaqla müəyyən etmək olar. Bayaq dedik, tapşırıq vermək olar, amma müşahidə olmaz. Müşahidə formativdə olar. Müşahidə formativin bir üsuludur. Summativin yox. Cavab ona görə C bəndə, qalan hamısı doğrudur. Holistik rubrika aid olanı deyir müəyyən edin. Bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrı qiymətləndirir. Düzdür? Yəni də, üzr istəyirəm, yəni bu analitikdir. Ayrı-ayrı qiymət. Biz də holistik istəyir, götürmürük yəni bunu. Tədrisdə öyrənmənin detallı qiymətləndirilməsi yenə analitikdir, götürmürük. Bütün meyarlar eyni anda tətbiq edilirsə, bəli, bu olacaq holistik rubrik, yəni C variantı doğru. Hər bir kere tək-tək analitik. Bu da yanlış bir fikirdir. Cavab C bəli. 132. Uyğunluğu müəyyən edin. İkinci yarım ilin əvvəlində aparılırsa, əvvəl sözü varsa diagnostik 1A. Əsas elementlərindən biri konstruktiv rəydir. Rəy formativ 2B. Şagirdin olduğu yerdən olmalı olduğu yerə aparan, irəliyə, gələcəyə götürən formativ C. Bütün qiymətləndirmələrdən əvvəl summativ. A, D, B, C olacaq cavabımız A variantı.
Yoldaş qiymətləndirməsi ilə bağlı fikirlərdən hansı yanlışdır? Formativ qiymətləndirmə zaman istifadə olunur, düzdür. Formativin ilə qiymətləndirmə formativi də olur. Nəticələri şagirdlərin yekun qiymətləndirməsi təsir edir, etmir. Bu yanlışlardır. Ümumiyyətlə, yoldaş qiymətləndirilməsi, özünü qiymətləndirmə yekun qiymətə təsir etmir. Nə diaqnostik, nə formativ orada. Rubriklər əsasında həyata keçirilə bilər, düzdür. Qrup işi zamanı müəllimi qarşılıqlı qiymətləndirmədən istifadə etməsi səmərəli olur. Bəli, qrup işində də səmərəli olur. Qarşılıqlı qiymətləndirilmə zamanı şagirdlərin tənqid təfəkkürü inkişaf edir. Düzdür, tənqidi yanaşma formalaşır. Cavab B variantı. Mart ayında Nizami Gəncəvi mövzusunda keçirilən quizdə 70% nəticədirsə, 70-ə yaxındırsa, deməli etibarlılıq qorunub. Yəni də faizlər arasında, nəticələr arasındakı eynilik, oxşarlıq, etibarlıqdır. Bunu görən kimi başa düşür ki, söhbət etibarlıqdan gəlir. Noyabr ayında keçirilən imtahan nəticələri dekabr ayında eyni mövzuda keçirilən imtahan nəticələri kəskin dərəcədə fərqlənirsə, yenə də nəticələr arasındakı fərq etibarlılığın pozulduğunu göstərir. Yenə də B variantı. Uyğunluğu müəyyən edin. Burada deyir ki, keçirilmiş müddət ərzində şagirdlərin nəyi və nə dərəcə öyrəndiklərini ölçür. Şagirdin bilik və bacarığı inkişaf etdirməyə xidmət edir. Mövzu ilə bağlı ilkin bilik və bacarıqlar. İlkin bilik və bacarıqlar diaqnostik 1C. Şagirdin bilik və bacarığı inkişaf etdirməyə xidmət edən formativ B. Keçirilmiş müddət ərzində nəyi, nə dərəcə öyrəndiyini ölçən, ölçmək sözü summativ. Burada A. C, B, A götürəcəyik. C, B, A. Burada. Keçirilmiş müddət ərzində nə dərəcədə öyrəndiyini ölçür summativ. 137. Görürsünüz, belə asan suallardır bunlar. Çox asandır. Biraz yaxşı oxunmur. Dil cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğruda doğru, yanlışda yanlışı seçirik. Diaqnostik qiymətləndirmə şagirdlərin məqsədə çatması üçün istiqamətləndirilməyə xidmət edir. Diaqnostik məqsədə çatmaq deyil, o formativdir, səhvdir. Diaqnostik qiymətləndirmə müəllimə yeni mövzunun təqdim edilməsində nədən başlayacağını bildirir. Bəli, düzdür. İkini götürək. Diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya düzgün cavabların sayını nəzərdə tutan bir rəqəmə qiymətə əsaslanmır. Bəli, əsaslanmır. Haqlıdır. Silirik doğrudursa. Şagirdlərin sonda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün də diaqnostik qiymətləndirmə aparmaq olar, səhvdir. Cavab 2 və 4. Şagirdlərin sonda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə aparmaq yox. Diaqnostik qiymətləndirmənin suallarından istifadə etmək olar. Amma bu diaqnostik qiymətləndirmə sayılmayacaq. Aydındır. Burada diaqnostik qiymətləndirmə yazıb birbaşa, ona görə səhvdir. Suallarından istifadə edə bilərik müqayisə məqsədi ilə. Amma biz ona diaqnostik qiymətləndirmə deyə bilmərik. Uyğunluğu müəyyən edin. Formativ və summativ. Qiymətlənmə vasitəsilə 4 çətinlik səviyyəsində hazırlanır. Summativdə də bu 4 çətinlik səviyyəli suallar hazırlamaq. 2-yə A yazacağıq. Qiymətləndirmə şagirdin təlim prosesi zamanı əldə etdiklərini müəyyənləşdirməyə və inkişaf etdirməyə. Proses zamanı inkişaf etdirmək deyilsə formativdir. Yazacağıq B-ni bura. Kəmiyyətlə yazılmasını təmin edirsə summativdir. C-ni bura. Qiymətləndirmənin məqsədi şagirdin qarşıya qoymuş məqsədə çatdırmaqdır. Məqsədə çatdırıramsa bu da formativdir. D-ni də bura. Deməli olacaq cavabımız nə? Bu nədir bura yazmışam bunu Allah. Bu nə hansı? B-dir. Hə, B-ni yazmışam. B, D, A, C. Elə A variantı. Biz yazdığımı özüm də oxuyam mən bəzən. Allah sizə səbir versin. Yaxşı ki, hələ burada mən işarələr qoyuram. Mən yazıb nəsə sizə öyrətmirəm. Dil cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Düzgün verilmiş rəy sinifdə səmərəli öyrənmə mühitinin yaradılmasına da təsir edən amildir. Təbii ki, rəy düzgün verilərsə səmərəli öyrənmə baş verər, düzdür. Rəyin şagirdə hansı zaman aralığında verilməsinin əhəmiyyəti bir o qədər də deyir, yoxdur. Əsas odur ki, şagird nailiyyətini dəstəkləmiş olsun. Xeyr, zaman aralığı önəmlidir. Əgər rəy vaxtında verilməsə demişdik ki, effektiv olmaz. 2 səhvdir.
Şagirdə rəy ümumi şəkildə verilməlidir ki, bu qədər səhvdir. Ümumi verilməməlidir. Konkret aspektlərini vurğulamalıdır, spesifik olmalıdır. Cavab 1 və 3 olacaq. Müşahidə aparmaqla şagirdlərin emosional vəziyyəti mövzunu anlamaları haqqında məlumat almaq olar. Bəli, izləyirəm, baxıram emosional vəziyyəti nədir, mövzunu anlama dərəcəsində. Deməli, bu da düzdürsə götürmürük. Cavab 1 və 3 olacaq. 140. Diaqnostik qiymətləndirmə haqqında yanlış fikri müəyyənləşdirin deyir. Diaqnostik. Belə. Deyir, bu qiymətləndirmə növü müəllimə dərsi effektiv şəkildə planlaşdırmağa və tədrisin effektiv qurulmasına imkan verir. Düzdür. Bu qiymətləndirmə növü diferensial yanaşmağa şərait yaradır. Bəli, demişik bunu da. Qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər şagirdin portfoliosunda saxlanılır. Düzdür. Qiymətləndirmə zamanı müəllim öyrədilənləri şagird tərəfindən nə dərəcədə mənimsədiyi müəyyən edir. Nəticələrə şagird kəmiyyətlə yazılan qiymətə təsir etmir. Bəli, bu da düzdür. D variantı yanlışdır. Çünki öyrədilənlərin şagird tərəfindən mənimsədiyini summativ müəyyənləşdirə bilər də. Biz nailiyyəti qiymətləndirməliyik ki, nə dərəcədə mənimsədiyini müəyyənləşdirək. Ona görə D variantı diaqnostik ola bilməz. Kəmiyyətlə yazılan qiymətə də təsiri yoxdur diaqnostikin. Ona görə də risksiz qiymətləndirmə sayılır. Uyğunluğu müəyyən edin. Şagirdlərə öyrənmə prosesində dəstək verir. Öyrənmə prosesində formativ A. Bölmənin əvvəlində aparılır diaqnostik B. Birinci sinifdə bu qiymətləndirmə olmur. Summativ C. B, A, C olacaq cavabımız. A bəndi. Cədvələ əsasən rəy haqqında uyğunsuzluğu müəyyənləşdiririk. İdraki fəaliyyətə yönəlik. Bunun məncə cavabı arxada səhv verib köhnə kitablarda. İdraki fəaliyyətə yönəlik olmalıdır, düzdür. Bizdən uyğunsuzluq istəyir deyə bunu silirik. Emosiyalara yönəlik olmalıdır, səhvdir. Bunu götürürük. Qarşılıqlı qiymətləndirmədə rəydən istifadə etmək olar, düzdür. Yanlışın altda olduğuna görə götürürük. Rəyin ümumi verilməsi şagirdlərin inkişafına müsbət təsir edir, səhvdir, götürmürük. 2-3, əslində B variantıdır. Cavab məncə 1-4 çıxıb, ya 1-2 çıxıb nəsə burada əksinə. Yəni, uyğunsuzluq deyəndə doğruda yanlış, yanlışda doğru götürülməlidir. Ona görə əsl cavabımız B variantı olacaq. Cədvələ əsasən uyğunsuzluğu deyir, müəyyənləşdirin. Rəy şagirdin cari fəaliyyəti ilə bağlı verilsə də, məqsəd onun gələcək inkişafını təmin etməkdir. Düzdür. Götürmürük ona görə də. Rəydə vacib amil şagird idraki fəaliyyətini əks etdirməkdir, bu da düzdür. Yəqin hamısı düzdür. Şagirdlərlə əks əlaqə qurmaqla onları refleks etməyə yönəltmək olar. Bəli, yanlışın altında doğru, uyğunsuz götürdük. Qarşılıqlı rəy vermək şagird arasında olan iki tərəfli informasiya mübadiləsidir. Düzdür. Doğrudur deyə hamısı, 1-lə 2-ni silirik, doğrunun altdakıları. Yanlışın altdakıları götürürük ki, sizin nə işiniz var yanlışın altında deyirik. 3-4. Uyğunsuzsuz siz burada. Sizin yeriniz doğrunun altında. Cədvəl sualları deyir, uyğunsuzluğu müəyyən edin, gəlin edək. Rəy mümkün qədər şagirdin akademik bacarıqlarının təsvirini verməlidir. Rəy mümkün qədər vaxtında verilməlidir. Hər hansı bölmənin sonunda formativ əks əlaqə qurulur. Rəy şagirdlərə həssaslıqla çatdırılmalıdır. Akademik bacarıqların təsvirini yox, şagirdin fəaliyyətini təsvir edir rəy. Ona görə bu yanlışdır. Götürək uyğunsuz kimi. Mümkün qədər vaxtında olmalıdır, düzdür. Həssaslıqla çatdırılmalıdır, düzdür. Uyğunsuzluğu istəyir deyə yanlışın altdakı doğrunu götürürük. Hər hansı bölmənin sonunda formativ yox, summativ əks əlaqə ola bilər. Ona görə bu da yanlışdır, yanlışın altında götürmürük. Yanlışın altda yanlış uyğundur. Uyğunsuz axtarırıq. Deməli, uyğunsuzluq doğruda yanlış 1, yanlışda doğru 4. Cavab C bəndi. 145. Uyğunluğu deyir, müəyyənləşdirin. Rubriklərdən təkcə müəllim qiymətləndirilməsində deyil, şagirdin özünü qiymətləndirilməsi və yoldaş qiymətləndirilməsində də istifadə etmək olar. Düzdür. Layihə işi yalnız rubriklərlə qiymətləndirilərkən effektiv olur. Yox, səhvdir. Yəni, rubrikdən qiymətləndirməyə də bilərik. Müəllim özü də qiymətləndirə bilər. Başqa metodlardan da istifadə edə bilər. Yanlışın altında yanlış. Bu düzdür, bunu silək. Holistik rubrik bütün meyaları həm eyni anda, bura kimi doğrudur.
həm də detallı. Bu yanlış olan budur. Həm eyni anda sözü sizi aldadır bəzən. Elə bilirsiniz ki, hə, düzdür, fisyo, bunu sildim getdi. Arxasını da oxuyun o zaman. Həm də detallı deyil. Eyni anda hə, düzdür, amma detallı səhvdir. Detallı olan analitikdir. Ona görə doğruda doğru, bir yanlışda yanlış 4. Cavab 1 və 4 olacaq. O da verilib harada? D bəndində. 146-147-yə baxaq birlikdə. Dinləmə mətnləri ilə bağlı tapşırıqlardan çoxlu səhvlərə yol vermirsən. Görünür ki, mətni dinləyərkən qeydlər götürməmisən. Gərək mətni oxuyanda diqqətli olardın. R ilə bağlı doğru fikir. Keçmişə yönəlik. A bəndi. Bunlar hamısı müsbət fikirlərdir. Gələcəyə yönəlik. İşin adını təsvir eləməsi, inkişaf, səhvi müəyyənləşdirmək. Hamısı konstruktiv rəyin xüsusiyyətlərdir, amma bu keçmişə yönəlik rəydir. Burada da görülür ki, gərək diqqətli işləyərdin. Deməli, keçmişə yönəliklə A bəndi. 147. Müəllim qiymətləndirməni interaktiv oyun şəklində aparmaq qərarına gəlir. Tapşırığı tətbiq edərkən o keçmədiyi mövzulara aid sualda salırsa, uyğunluğu pozur. Keçmədiyimə aid sual salıramsa, uyğunluğu pozuram. Qiymətlər arasında kəmiyyət üst-üstə düşmürsə, yaxın deyilsə, bu zaman etibarlığı pozuram. Cavab A bəndi burada. Nə qəşəng qısa suallardır bunlar. Bayaqlar uzun edəmizsin. Mükəmməlsən. Səndən ancaq bu performansı gözləyirdim. Rəy nə üçün yanlışdır? Çünki rəy emosiyalara yönəlibdir. Mükəmməlsən, afərin. Müəllim Səfəvilər dövlətinin yaranması mövzusunu keçsə də, KSQİ Ağqoyunlu dövlət haqqında suallar salıb. Bunu keçib, amma başqasından salıbsa, uyğunluğa riayət eləməyib, uyğunluğu pozubdur. Müəllim şagirdlərə rus dili dərsində meyvələr mövzusuna aid sözləri öyrədir. Qiymətləndirmədə həmin sözlər əsasında təşkil olunan tapşırıqdan istifadə edir. Müəllim qiymətləndirmədə hansı tələbə riayət etmişdir? Rus dili dərsində bu mövzunu keçibsə, həmin mövzudan da sual salırsa, uyğunluğu qoruyur. Belə, ardını da müəllimlər çəkib yerləşdirəcəm sizin üçün. 50 dənə sualı da yerləşdirəcəm, inşallah ardına da baxarsınız. Dərs arası çəkirəm deyə bəzən tamamlaya bilmirəm. Növbəti dərsimizdə, izahlarımızda görüşənədək hər birinizə uğurlar arzu edirəm.